Satqın dəstəsi var. Bu soysuzlar sənətdə türk yazısıdır. Bunlar soysuzdur. Bunlar bu dəqiqə İranda baş verənləri sadəcə iqtisadi narazılıq kimi görür. Amerikalılar belə güya Allah qoymasa Pəhləvini İranda əhalinin 35% dəstəkləyir. Birinci bu absurd və ağ yalandır. Niyə 21-ci əsrin ən gənc əhalisi olan ölkəsi təzə monarxiya arzulasın? Yəni bu qədər absurd. Məsələ ayrı məsələdir. Çünki İranda küçüyə çıxıb, siz Pəhləvinin hakimiyyətə gəlməsini istəyirsiniz, bu sualını vermək mümkündür? Pəhləvi həpənd yox. İranın monarxiyası qacarlar sürəndə əgər olacaqsa. Amma olmayacaq. Çünki Azərbaycanı hesabdan silmək istəyir. Hesabdan kim silmək istəyir? Birinci İsrail. İsrail heç vaxt istəmir ki, İranda Azərbaycan, Güney Azərbaycanların qüvvəsi güclü olsun. Çünki İsrail statları kürdlərə edir. Və əmin olun ki, İranda vətəndaş qarşı durması başlasa, həmən an kürdlər Azərbaycanlara silahla hücum edərək, güllavaranlar edəcək, soyqırımlar törətməyə və bizim ərazilərimizi ələ keçirməyə çalışacaq. Dünən yeri gəlmişkən kürdlərə dəstəyini ifadə elədi İsrail. Çox maraqlıdır. Urmu və çevrəsi Azərbaycan torpaqlarıdır. Buna ən gözəl İsraildir. Bax, Elçin bəy, bu İsrail-Azərbaycan münasibətlərinə necə təsir edəcək? Yadınıza gəlsə, keçən dəfə İsrail İranı bombalayanda Azərbaycandan bir çağırış oldu ki, Təbrizi vurmayın. Bunu İsrail düşünsün. Bunu mən niyə düşünməliyim? Kimsə bizə pislik edəcəksə, mən düşünürüm ki, o bizə pisliyimizi görəsə onun xətrinə dəyə bilərmi? Birinci, İsrail cürət etməz buna. Siz bəhs etdiyiniz müraciətə gəldikdə, o müraciət deyil, xəbərdarlıq edir. Azərbaycan Bakı Tələbə xəbərdarlıq etdi ki, mülki əhali olmasın. Müstəqil Azərbaycanın güclənməsini istəməyən qüvvələr çoxdur. Bunu bir dəfə başa düşməliyik. Özümüzü aldatmalıyıq. Bunu ABŞ istəmir. ABŞ istəmir ki, Azərbaycan güclü olsun. Çünki güclü Azərbaycan 85 milyonlu Türkiyənin yanında 65 milyonluq bir yeni gücün ortaya gəlməsi olacaq. Çünki Azərbaycan, mən deyirəm, 10 milyon Şimali Azərbaycandır, 30 milyon Güney Azərbaycandır və onlara da mütləq birləşəcəklər və beləcə 60 milyona yaxın bir böyük bir konglomerat olacaq. Və zaten hələlik 10 milyonluq Azərbaycan Mərkəzi Asiya ilə Türkiyə arasında qovşaqla olursa, Mərkəzi Asiya ölkələrini faktik olaraq Rusiyanın istibdadından çıxarmaqda əsas qüvvə olursa, indi bir düşünün, 40 milyonluq Azərbaycan nə edir? Söhbət Birləşmiş Azərbaycandan, bütün Azərbaycandan getmir. Söhbət iki Azərbaycan dövlətindən gedir. Bunu ABŞ istəmir, bunu Britaniya istəmir, bunu Avropa istəmir, bunu Çin istəmir. Növbəti məsələ isə Türkiyənin içində olan, özünü türk sevdalısı kimi göstərən, uzman kimi göstərən, professor, doktor kimi göstərən, Orta Doğu uzmanı kimi göstərən bir sıra həpəd dəstəsi var, cahil dəstəsi var, sus dəstəsi var, satqın dəstəsi var. Bu soysuzlar sənətdə türk yazısıdır. Bunlar soysuzdular. Bunlar bu dəqiqə İranda baş verənləri sadəcə iqtisadi narazılıq kimi qələmə verirlər.